Və bu günləri Allaha həmd olsun, Sovet vaxtı yaşamırıq. Quran-ı Kerim hər kəsin evində öz başa düşəcəyi ana dilinə tərcümə olunmuş formada vardır. Ona görə niyə oxuyub öyrənmirik? Niyə avam kimi yaşayırıq? Amma başqa dünyavi söhbətlərdən danış, hamının Kitaydan xəbəri var. Amerikadan danışırsan, hamının xəbəri var. Koronavirusdan danışırsan, hamı həkim kimi danışır. Müharibədən danışırsan, hamı hərbiçi kimi danışır. Get dinini öyrən də. Dinindən elə ürəklə, cəsarətlə danış da. Allah Teala səndən nə koronavirus soruşmayacaq, nə də səndən müharibə taktikalarını soruşmayacaq. Amma hər şeyə burnunu soxub danışırsan. Allahın sənə əmr elədiyi din isə qara parçanın arasında, şkafın gizlin qaranlıq bir yerində gözləyir ki, ölü ölsün çıxardaq. Ölü onunla yaşayardı, ölüyə faydası olardı. Diri onunla yaşasın və öləndən sonra onu ona oxusalar da, oxumasalar da artıq onu yaşayaraq özündə apardı. Yox, əgər biz Quranı qara parçada, şkaflarda saxlayırıqsa, vallahi billahi ki, dünyanın ən gözəl qarilərin gətir qoy qəbrin üstünə, gecə gündüz Quran oxusun, onun insana heç bir faydası yox.